Prezident Donald Trump administrasiyası ilə İran rəsmiləri arasında aparılan nüvə danışıqları müsbət istiqamətdə irəliləyir. Prezident Trump bugün səhər saatlarında keçirdiyi brifinqdə bildirib ki, İran tərəfi real kompromislərə hazırdır və biz də bu imkandan maksimum istifadə edəcəyik. Razılaşmanın əsas məqsədi İranın uran zənginləşdirmə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılması və eyni zamanda beynəlxalq nəzarət mexanizmlərinin gücləndirilməsidir. ABŞ tərəfi ilə razılaşmanın əldə olunacağı təqdirdə İran üzərində olan bəzi iqtisadi sanksiyaların yumşaldılacağını istisna etmir. Danışıqlarda iştirak edən mənbələr bildiriblər ki, razılaşmanın ilkin mərhələsi artıq kağız üzərindədir və yaxın günlərdə texniki detallara dair daha dərin müzakirələr keçiriləcək. Anlaşma həm də yaxın şərqdə regional təhlükəsizliyə töhfə verə bilər. Ancaq ABŞ senatındakı bəzi respublikaçılar bu danışıqlara ehtiyatla yanaşır. Onların fikrincə, İranın əvvəlki illərdə razılaşmaları pozduğu hallarını unutmamaq lazımdır. Lakin Trump administrasiyası bildirib ki, bu dəfə hər hansı razılaşma yalnız sərt nəzarət və yoxlamalarla müşayiət olunacaq. Əgər bu razılaşma baş tutarsa, bu Trumpın xarici siyasətdə böyük diplomatik uğuru kimi tarixə düşə bilər. Kamal Hüseynli, Humayit Cəfərova, Mira TV.